Okay. Ben Bakıda qalmalı idim. I had to stay In Baku. In Baku. Yesterday. That's yesterday. Okay. Ben deyirsən cümlə quramıram. Belə yavaş yavaş kəndə Elə deyil. Başa salma. Mən sənə plan şey başa salmaq istəyirəm ki. Əgər bir insan tez-tez danışa, əgər bir insan tez-tez danışa bilmirsə, tez-tez cümlə qura bilmirsə, o demək deyil ki, o cümlə qura bilmir. Danışa bilmək vərdişdir. Hələ tam açılışmaq. Açılış məqsəd yoxdur orada. Orada açılıb bağlanmaqla söhbət getmir. Orada vərdiş məsələsidir. Sənin sülaləndə belə müəllim yoxdur, sülaləndə. Tamam. Yəni sən yatıb yuxunda da görə bilməzsən. Yəni Azərbaycanda 700 min müəllimi yıxsan, mənim yarısım eləmir. Sənə demirdim. O bilir. Sənə demirdim, video çəkirdim. Yəni qulaq as. Tamam. Tamam. Zamanlara baxaq. Zamanlar yəni şeylər də 4 onları. 4 dənə. Birinci sən mənə 4 dənə zamanı dinə. 12 dənə zamanı. I do, I am doing, I have done, I have been doing, I did, I was doing, I had done, I had been doing. Denə mənə. I will do, I will be doing, I will have done, I will have been doing. Mənim kimi de. Mənim kimi deyə bilməsən, bunun məntiqini öyrənməyin mənası yoxdur. I do, I did, I do, Yox. I did. I do, I am doing, I have done, I have been doing. Beynində şılçaq olsun. I do, I am doing. Eşitmirəm, eşitmirəm, qışqıra deyil. I do, I am doing. Oysa, I have done. I have done, I will have. Polat, indiki zamanda vil nə gəzir? Bildim indi şəhərdir. Açma kağızı, bağla kağızı, bağla. Mənə başım alladı da güya. Getdik. Qaqa, mənə bax. 2 dənə nəticəsiz zamandır, həv yoxdur. İkisində də həv var da, belə böl də. 2 dənə həvsiz, 2 dənə həvli. 2 dənə həvsiz, 2 dənə həvli. Ümumiyyətlə, İngilis dilində 2 cür hərəkət var. Sadə davam edici. Sonra sadənin də davam edicinin də həvli versiyası var. Yəni, nəticəli forması. Bax, I do'nun nəticəlisi I have done'dır. I am doing'in nəticəlisi də I have been doing'dir. Qutardı İngilis dilin zamanları.